Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə çox ləzzətli, çox dadlı, pambıq kimi yumuşaq toyuq kotletlərini necə hazırlayıramsa onu paylaşmaq istəyirəm. İnşallah ki, sizin üçün də xeyirli və yararlı bir video olar. Videoya keçməmişdən öncə videomu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like düyməsini basmağı unutmayın. İndi isə keçək hazırlanma qaydasına. Toyuq ətinin pambıq kimi kotletlərinin hazırlanmasının ən birinci sirri ondadır ki, mən toyuq kotletində tək toyuğun file hissəsindən yox, eləcə də bütün hissələrinin ətindən istifadə edirəm. Məsəl üçün, bir dənə toyuq alıram, həmin o toyuğun bütün sümüklərini təmizləyirəm, ət hissəsini ayırıb ət maşından keçirdirəm və ondan sonra istədiyim qədər, yəni ölçüdə özümə lazım olan qədər götürürəm. Məsəl üçün, burada yarım kilo çəkilmiş toyuq əti var. Yəni tək file deyil. Burada həm toyuğun bud hissəsi, həm bud dibi hissəsi, həm qanat hissəsidir. Sadəcə olaraq sümüyündən ayırmışam. Və bu kotletə xüsusi bir dad, xüsusi bir ləzzət qatacaq Holland pendiri lazım olacaq. Holland pendiri olaraq isə bilirsiniz ki, mətbəximin əvəz olunmaz Oldenburger brendindən məxsus Tilsit və Gouda növündən istifadə edirəm. Çünki tərkiblərini çox güvəndiyim bir brenddir. Ona görə də məsləhət görürəm ki, alsanız elə məhz Oldenburger Holland pendirlərindən alıb istifadə edəsiniz. Holland pendirini sürtkəcdən keçirdirəm, kulokun üzərinə sərirəm, rulon şəklində bükürəm. Və qoyuram dondurucuda donsun. Və yəni Holland pendiri dondurucuda donana qədər mən içliyimi hazırlayacağım. İçliyi hazırlamaq üçün qeyd etdiyim kimi yarım kilo demək toyuq ətini yəni keçirtmişəm ət maşından və üzərinə 2 dolu xörək qaşığı manna əlavə edirəm və 1 ədəd böyük yumurta əlavə edirəm. Yumurta kiçikdirsə 2 ədəd əlavə edin və duz zövqə görə istiot əlavə edib yaxşı belə deyim də əti yoğururam. Hardasa bir 10 dəqiqə ərzində əti yoğurmaq lazımdır ki, belə deyim də, ət bişdiyi zaman hava boşluğu tərkibində qalmasın və çox gözəl pambıq kimi olsun. Baxın, deyəcəksiniz ki, ət hara, yoğurmaq hara? İnanın ki, əti yoğurmaqdan çox şey asılıdır. O qədər nə qədər çox yoğursanız, bir o qədər də yumuşaq və ləzzətli bir kotletlər ərsəyə gələcək. Və pendirlər artıq dondu, gördüyünüz kimi. Başlayıram kotletlərimi hazırlamağa. Əlimi suya batırıram. Mütləq əlinizi suya batırın. Hər iki əlinizi suya batırın, yoxsa toyuğun əti ələ yapışacaq. Ondan sonra əlinizin içində bu cür bir qədər ətdən götürüb yayın, içərisinə hazırladığınız donmuş Holland pendirindən yerləşdirin. Ondan sonra əlinizlə kotlet forması verin. Elə eləyin ki, pendir tam olaraq ətin içərisində qalsın, kənarlardan çıxmasın ki, bişdiyi zaman yəni pendir isti dəydikdə tavaya yayılmasın. Və beləcə bir hazırlayıb qoyuram boşqabın üzərinə. Və hamısını eyni qaydada hazırlayıram. Bir şeyi qeyd etmədim ki, əti yaxşı yoğurduqdan sonra bir 10 dəqiqə qoyun kənarda, yəni soyuducuda ət dinlənsin. Ət mütləq dinlənməlidir. Dinlənmiş, yaxşı yoğurulmuş ətdən siz çox gözəl kotletlər əldə edəcəksiniz. Bunu sizə əmin edirəm. İndi deyəcəksiniz ki, niyə soğan vurmadım? Əslində mən o qədər belə kotletlər hazırlayıram ki, toyuq ətindən, hansı ki mən ora soğan əlavə edirəm. Amma toyuğun bu cür, yəni bütün hissələrini çəkib hazırladıqda kotlet ehtiyac olmur soğana, çünki yumuşaq olur. Amma tək filedən hazırlasaydım, ora mən soğanın suyunu əlavə edəcəkdim. Kotletləri hazırladıqdan sonra tavaya 50-60 qram kərə yağı əlavə edirəm. Üzərindən isə duru yağ əlavə edib yağın tam qızmasını gözləyirəm. Həm kərə yağı, həm duru yağ əlavə etdikdə inanın ki, çox ləzzətli olur toyuq kotleti. Bunu yəni yadınızda saxlayın. Və daha sonra əlinizi yenə suya batırıb kotletləri tavaya yerləşdirirəm.
baxın, yağ mütləq dağ olmalıdır. Soyuq tavaya kotlet yerləşdirsəniz, onda bütün suyu çıxacaq tavaya və ləzzətli kotlet ərsiyə gəlməyəcək. Və qazın dərəcəsini də orta xodda yandırıram. Bir üzünün tam qızarmasını gözləyirəm. Bir üzü tam qızardıqdan sonra o biri üzünə çevirirəm. Hamısını o biri üzünə çevirirəm, belə. O biri üzünə çevirdikdən sonra isə tavanın qapağını bağlayıram və o biri üzünün həm də içinin bişməsini, mannonun daha gözəl şişməsini gözləyirəm və o biri üzünə, yəni gördüyünüz kimi bu cür qızardıqdan sonra hardasa bir 20 dəqiqə qapağı bağlı şəkildə qızardıram. 20 dəqiqədən sonra kotletlər artıq tam hazırdır. Çox gözəl də şişiblər. Tavadan götürürəm və artıq servis edə bilərəm. Gördüyünüz kimi Holland pendiri dağılmayıbdır. Çünki çox qəşəng, yəni ətin içində çox qəşəng bağlamaq lazımdır Holland pendirini ki, bişdiyi zaman tavaya dağılmasın. Və bu cür topbuş, pambıq kimi yumuşaq, ləzzətli bir kotletlər ərsiyə gələcəkdir. Kotletin içinin də tam bişib bişməməyini isə pendirin bu şəkildə ərməsindən biləcəksiniz. Pendir isə əvvəldə qeyd etdiyim kimi Oldenburger brendinə məxsus Tilsit və Gouda növündən istifadə edirəm. Bütün marketlərdə var. Çox ləzzətli pendirdir. Yəni Holland pendiri dedikdə ilk ağla gələcək brend elə Oldenburger brendidir ki, hər kəsə tövsiyə edirəm ki, alıb soyuducusunda saxlasın və bu cür ləzzətli təamlar hazırlasın. Nəinki isti olanda, soyuq olanda da baxın bu cür pambıq kimi yumuşaq bir kotletlər olacaq. İnşallah ki hazırlayarsınız. Hazırlayanlara indidən nuş olsun deyirəm. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzi bərəkətli etsin. Heç kim gözü, heç kim qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Videomu bəyənirsinizsə like etməyi unutmayın. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.